Dostlar, hər birinizi salamlayıram. Kanalımda xoş gördüm sizləri. Bugün yenə çox dadlı bir yemək tarifi bölüşəcəm sizlərlə. Ətli ağ lobiya. Türk mətbəxindən hər kəsin bildiyi, tanış olduğu ətli kuru fasulye yeməyi. Bu yeməyi hazırlarkən istifadə edəcəyim ərzaqlar: 1 stəkan ağ lobiya, axşamdan suda islatmışam. 300 qram xırda doğranmış mal əti, 2 ədəd soğan, 3 xörək qaşığı duru yağ, yarım xörək qaşığı kərə yağı, 1 çay qaşığı pomidor tomatı, yarım çay qaşığı un. Ədva olaraq duz, qırmızı toz bibər, pul bibər, qara istiot və apardığı qədər isti su. Lobiyanın suyunu süzüb qazana əlavə edəcəm və üzərinə keçəcək qədər su əlavə edib 5 dəqiqə qaynadacam. Belə etdikdə yeyərkən köp yaratmır. Soğanları xırda-xırda doğrayıram. Lobiyanın suyu qaynadıqda 5 dəqiqə daha qaynadıb götürəcəm. Qazanı orta atəşdə qaz plitəsinin üzərinə qoyuram. İçərisinə duru yağ əlavə edirəm. Duru yağ qızanda əti əlavə edib qovururam. Ətin rəngi dəyişir. Rəngi dəyişən ət suyunu salır. Daha sonra suyunu canına çəkir. Ətin suyu çəkiləndə soğanı əlavə edib birlikdə qovururam. Soğan qovrulub rəngi dəyişəndə kərə yağını əlavə edirəm. Bir neçə dəqiqə daha qovururam. Bir neçə dəqiqə sonra tomatı əlavə edirəm. Tomatın iyi gələnə kimi qovururam. Tomatın iyi gələndə qaynatdığım lobiyanın suyunu süzüb qazana əlavə edirəm. 5 dəqiqə qovururam.
5 dəqiqə sonra unu əlavə edib qovurmağa davam edirəm. Unu yeməyin suyunun mətləşməsi üçün əlavə edirəm. İstəyə bağlı olaraq əlavə edilməyə bilər. Bir neçə dəqiqə qovurduqdan sonra ədvaları əlavə edirəm. Bir neçə dəqiqə sonra 2 stəkan isti su əlavə edib, zəif atəşdə yeməyi bişməyə qoyuram. Bir saat keçdi. Ətin yumşaq olmasını istəyirəm. Buna görə ətə əlavə olaraq yarım stəkan isti su əlavə edirəm. Yarım saat daha bişirirəm. Yemək hazırdır. Süfrəyə verərkən üzərinə azacıq doğranmış cəfəri səpirəm. Çox dadlı yeməkdir. Bizə və hazırlayacaq olan hər kəsə nuş olsun. Və sonda videomu bəyəndinizsə bəyənməyi, dəstək olmaq üçün kanalıma abunə olmağı və rəy bölməsində fikirlərinizi mənimlə bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.